Hər kəsə salamlar, mən Azər Gamer. Bugün Minecraft modlu Survival oynayırıq. Deməli, başlayaq. Birinci, gələk buradan ağac qırmaqdan başlayaq. Bu da üçüncü oldu, bəs edir 3 dənə. Gəl buradan dönüşdür hamısını. Bir dənə masa ilə qoy yerə. Deməli, indi bizə nə lazımdır? Kazma lazımdır. Bir dənə çubuq ilə gəl buradan bir dənə kazma keçək. İndi düşək yerə bir dənə biraz daş qıraq gələk. Deməli, bununla da bərabər nə qədər olur? 14-15 dənə. 15 dənə hələ ki bizə bəs edər yəqin ki. Çıxaq yuxarı indi bir dənə balta eləmək lazımdır. Balta eləyək ən yaxşısı. Gir bura balta. Hə, qəşəng elə. İndi bunu da sındıraq. Gedək biraz gəzək, görək bir nə tapırıq. Köydən yaddan tapsaq yaxşı olar. Bir də qoyun lazımdır təbii ki də axşam yataq hazırlamaq üçün. Toyuq var, toyuq kəsək, axşama yemək. Domuz kəsmək haramdır, həm də bayramda. Gedək, qoyun qəşəng var imiş orada bir dənə. Bunu kəsək, hələ 2 dənəsi lazımdır, plus toparıq. Oysa, hə, qəşəng öldü. Deməli, gedək bayına, görək burada nə tapırıq. Bir dənə də toyuq var, kəsək bunu da plus yemək, ziyanı yoxdur. Gəzək görək bir nə tapırıq. Ən yaxşı keçək o tərəfə. Burada yönlü şey tapamayacağıq. O tərəfdə biraz aynayacaq. Bəlkə köydən yaddan taparıq. Köy tapsaq yaxşıdır. Qəşəng yeməyimizi, içməyimizi də taparıq. Dəmir qoləm də kəsərik. Qəşəng bir başlanğıc ola bilər yəni. İndi baxaq da taparıq. Görək bir. Burada köy inanmam, bir yandan tapaq. Hər tərəf ağaçlıqdır. Boş bir dənə sahə yoxdur ki, orada yadda bəlkə köy olar. Ya boş sahə tapsaydıq, orada evimiz tikərdik elə. Ay səni, Amazon meşəsinə gəldik ya. Qoy. Buradan ən yaxşısı çıxaq, çox dərinə getməyək. Buranı elə xoşlamıram mən, elə yaxşı yerlər. Gəzək görək bir başqa düzənlik yer tapsaq yaxşı olar. Gözlə bir dəqiqə, qoyun, oba. Qəşəng özü 2 dənə. Qəşəng bunu kəsdik mi? Axşama yatmağa yerimiz var. Deməli, bu ikinci qoyunumuz yaxşı ilə bir yerdə. Üçüncü də hədə burada. Bunu da kəsək, bir dənə qəşəng yataq. Axşama yatmağa yerimiz var, plus. Bu da belə getdi, qəşəng 3 dənə. Toyuq var, toyuq kəsməyə gərək yoxdur, ətimiz boldursa. Gəzək görək bir nə tapırıq hələ ki. Yeni qoyun var, özü 2 dənə oysa. Bir yox tapmırdıq. Düz tez tapsaq, amma yaxşı. Görək bir düzənlik çıxmır, hər tərəf ağaçdır. Görək bir, burada inek var imiş, işimi öldürək daha plus yeməkdir. Burağa gələk, bura. Ay sən, biz program gəlmişik ya, bir oradaydık biz. Nəysə, onda girək bu qabaq tərəfə, orada evimizi tikərik. Ondan birinci biraz ağaç qıraq, gedək ev tikək orada.
Deməli, bununla da bərabər nə qədər olur? Bir 30-dan yuxarı qəşəng odunumuz olur. 33 dənə bəs eləyər yəqin ki. İndi gedək yavaşdan o tərəfə, amma bundan əvvəl axşam olur deyinə, bir dənə özümüzə yataq eləyək ki, axşama yata bilək. Gəl, burada xardaca var, hə, burada. Deməli, düzət, gəl, qoy buraya da, burada yataq. Yat, nə uzaqda da, la, yaxında da, yat da. Yaxınlarda canavarın, nə can, hə, buymuş. Adam qorxuruysan bundan gecə vaxtı. Adam birdən arxadan gəlir. Neysə, bu gecədə yatdıq, qəşəng. Bu gecəni də bizə keçirmiş olduq. İndi qırmını, gedək, bunu da qıraq, elə gözümüzdən aparaq, bir düzəltməyək. Gedək deyib o qabağı ilə təzədən. Orada məncə qəşəng ev tikə bilərik, elə düz suyun bölündə. Yəni, qəşəng ev tikərik, orada elə yaşayış edəyək. Sonradan düzəldək də təzəsən tikərik orada. Deməli, gəl bəri, bura yox, qaba eləyək, yox, yaşıllıq olan tərəfə. Orada suyun bölünü eləyək, amma birinci yemək yeyək. Qasanlıq eləyəmirik. Bəs elə birazdan pişib yeyərik. Bura yaxşı deyələn, ən yaxşısı. Bura yaxşıdır. Burada onda başlayıq tikməyə. Deməli, bu dayımızın 4 dənə ayağı. 4 dənə ayaq mı deyək, dirək mi deyək, axı. Bunları da qoyduq, indi buranın hər tərəfi odun eləyək, daha yaxşısı. Bir dənə şey eləyək, kürək. Kürək eləyək ki, bu yeri yadı qaza eləyək. Buranın hər tərəfi odunla döşəyək. Kürək qəşəng. Buranın hər tərəfini qır. Deməli, buranı doldur. Hə, qəşəng. Hə, bir dənə buranı da qazaq, buranı yaddan çıxıb. Qəşəng, bu da belə. İndi buranın hər tərəfi odundan dolduraq ən yaxşısı. Hər tərəfi bütöv. Üstün yadın deyil, odundan eləyək. Böyrün yanında şüşədən eləyərik. Üstəsinə bəlkə şüşədən eləmək var. Neysə, edək görsən ki, odundan eləyək geçsən raxalı. Döşəyək geçsin bunları. Deməli, bunu da qoyduq və bu da axırıncı qəşəng qutardıq, yeri qutardıq. İndi başlayaq böyrdən eləyək. Amma odun bəs eləməyəcək. Bu niyə balaca qalıb ola? 3 dənəsi böyük, bir dənə bu balaca. Neysə, indi odun qıraq, onu da başını düzəldərik. Deməli, bundan da eləyək, 14-15. Deməli, bundan da eləyəcək, 21 dənə, hə. 21 dənə bəs eləyər hələ ki. Deməli, ən sırda gəl, elə bunun başını düzəldər, qəşəng, belə rahat. İndi bunların hamısını qoyaq, dönüşdürək. Belə qəşəng, bir stek yarıma yaxın olunsuqdur, bəs eləyər.
bu da belə qutardı. Qəşəng. İndi bura bir dənə qapı düzəltmək lazımdır. Onda elə 2 dəqiqə tezəliyək. Qapını düzəlt, qoy elə bura. Qəşəng. İndi bizə nə lazımdır? Pəncərə. Pəncərə üçün bir dənə fırın eləyək. Fırını elə qoyaq böyründən. İncirək biraz qum qazaq. Baxaq bir bu qədər yəqin bəs eləyər. Yoxsa incə cam eləyəcək də. Yəqin bu qədər bəs eləyər. İndi bunları qoyaq hamısını pişməyə. Kömür yoxdur, odunla qoyaq pişsin, eybi yoxsa. Və bu da axırıncı və qəşəng oldu altına. Bunların hamısını götür. Gəl buradan hamısını inciyə dönüşdür. İncə yaxşı, həm çox olur, həm daha yaxşı görsənir. Bunların hamısını döşəyə eviyə. Eviyə. Döşək, bunu da qoyuyor, amma bəs eləmədi. Bir 4-5 dənə də lazımdır ki, baxaq bir pişdiyi bular. Yox, hələ ki 4 dənə, 2 dənə pilosu lazımdır. Mən gözləyəcəm bir dənə baltı deyək. Əlimizdəki qırılmaz üzərində. Amalca qalıb sana. Qəşəng, indi bu da ürəklər pişsə. Piş və qəşəng pişli 6 dənə. Şimdi bunu da dönüşdür, qoy. Biraz cəldə olar, axşam olur. Bırak bunlar da yenə. Və bu da axırıncı qəşəng. Bilməyəcəm. Bunlar da qıraq, apar qoyaq evə. Deməli, bizim qazma biliymiş, mən qazmaq tanımam. Deməli, onu da qıraq, apar qoyaq evə, bugün evdə yatacaq, qəşəng çöldə yenə evdə. Deməli, qapını da ört, yer açıq qalsın. Deməli, yataq ən başdan qoyaq. Yatağı götür ən başdan, bura craftingi qoyaq. Burada peş deyirəm, yoxsa. Deməli, ət də qoyaq pişsin, canımız var, amma acılığımız var da, ona görə. Deməli, indi də yataq. Deməli, belə qəşəng yatdıq, durduq indi. Buradan bir dənə, ətdən biri pişib eybi yoxdur. Qəşəng, bunu da yeyək, videonu da belə sonlandıraq. Bu videoluq belə oldu, bilməm, yaxşı oldu, pis oldu, axırı. Beləlikən, ağzından düşdən bir dənə ev tikdik. Gələn videoda bilməm nə edəyərik, amma bu bölümdəkindən daha çox eləməyə çalışacağım. Nə sonda, sağ olun, salamat qalın.